Az önce bir şey məni düşündürdü ki, biz həyatda bəzi qərarlar verərkən və ya artıq verdikdən sonra onları yaşayarkən bir sıra məsələləri istədiyimizi, arzuladığımızı, hədəflədiyimizi düşünürük də. Və əslində bu bəlkə də yəni çarəsizlikdən qaynaqlanan özümüzə ümid verici bir neçə kəlamdan ibarət ola bilər bu yanaşmalar. Çünki insan əslində oturub baxdığı zaman biraz da özünü tanıdıqda, biraz da ətrafı tanıdıqda və sairə artıq anlaya bilir ki, onu mən istəyirəmmi, yoxsa mən əlacsızlıqdan mı ona yönəlirəm və ya mənim həqiqi arzum budurmu, yoxsa yəni özü yanaşmalarını daha yaxşı ortaya qoyur və artıq həqiqətən nə istəyib istəmədiyini biraz da anlaya bilir. Və ondan sonra əgər həqiqi istəyi odursa və o onu tatmin edirsə, orada qalır. Bu hər hansı bir seçim üçün keçərli ola bilər. Və ya artıq əsl istədiyi şeyi özünü aldatmadan və reallığı göstərərək ona doğru yönəlmiş addımlarla ona çatmaq üçün cəhdlər edə bilir. Düşüncəm hal-hazırda belədir.